Bu hadisə illər əvvəl baş versə də, masştabına və odlu silahdan törədilməsinə görə regionda səs salmışdı. Həm də cinayət işi açılandan sonra, qatilin kim olduğu bilinəndən sonra məsələ biraz da insanların diqqətini çəkmişdi. Çünki işin içindən həm hərbiçi çıxmışdı, eyni zamanda qatil səndəmi elə mərhumun qohumu imiş. Hazırda sizə həmin çox diqqət çəkici olan kriminal hadisəni təqdim edirik. Başlayaq. Bakı-Qazax yolunun Ağstafanın Qırlı kəndindən keçən hissəsində bir körpü olur və bu körpünün sol tərəfində yanacaq doldurma məntəqəsi yerləşirdi. Həmin yanacaq doldurma məntəqəsində günlərin bir günü səhərə yaxın alaqaranlıqda silahlı insident baş verir. Bir nəfər avtomat silahı ilə 2 dəfə atəş açaraq həmin petrolun işçisini öldürür. Qəribəsi budur ki, öldürülən şəxs qətlə yetirilmədən bir neçə dəqiqə əvvəl hüquq mühafizə orqanlarına yanacaq doldurma məntəqəsinə 2 nəfərin hücum etməsi ilə bağlı məlumat vermişdi. Qısa müddətdə ora gələn hüquq mühafizə orqanlarının əməkdaşları isə artıq həmin məlumat verən şəxsin öldürüldüyünü aşkarlayır. İşi həmin zaman Ağstafa rayon prokurorluğunun müstəntiqi Fikrət Həsənov aparır. Yanacaq doldurma məntəqəsində hadisə yerinin müayinəsi zamanı bir ədəd 7,62 mm-lik avtomat gilizi və bir də avtomobilin yanacaq çəninin qapağı aşkar olunur. 2 atəş açılır və biri mərhumun boğaz nahiyəsinə, digəri isə baş nahiyəsinə dəyir və həmin şəxs hadisə yerində dünyasını dəyişir. Bu iş Ağstafa rayon prokurorluğunda istintaq olunarkən məlum olur ki, elə həmin gün hərbi hissələrin birində bir əskərimiz ayağından yaralanır. Həmin əskərlə bağlı Qazax hərbi prokurorluğunda araşdırma aparılarkən əskər izahat verir ki, düşmən tərəfindən atılan atəş nəticəsində yaralanıb. Təbii ki, bu hərbi prokurorluğun əməkdaşlarının gözündən yayınmır. Həm Ağstafa rayon prokurorluğunun, həm də hərbi prokurorluğun müstəntiqinin təcrübəsi nəticəsində cinayət işlərinin ortaq bir nöqtədə birləşməsinə gəlib çıxırlar. Sonradan işin istintaqı sabiq prokurorluq müstəntiqi Müşfiq Abbasova təhkim olunur. Həmin dönəmdə regiona səs salan bu naməlum olay isə əslində belə baş vermişdi. Qazaxda yerləşən hərbi hissələrdən birində xidmətdə olan gizirin borcu yaranır. Hadisə baş verən kənddən, yəni Ağstafanın Qırlı kəndindən olan həmin gizir bir gün qərara gəlir ki, yığılan borclarını beləcə qaytarmaq mümkün deyil, bunun üçün kənddəki yanacaq doldurma məntəqəsinə basqın etsin. Həmin gün o yanacaq doldurma məntəqəsinə gəlir, maşını yanacaqla təmin edir, sonra hərbi hissəyə gedir və o hər gün bu prosedur həyata keçirilmiş və müşahidə edir ki, gecə və səhər saatlarında yanacaq doldurma məntəqəsində yaşlı bir kişi işləyir. Həmin kişiyə fiziki təsir göstərərək ondan pul almağın rahat olacağını düşünən gizir plan qurur. Hərbi hissədə etibar etdiyi 2 nəfər əskəri yanına çağıraraq onlara bu barədə məlumat verir və əskərlər də bununla razılaşır. Plana əsasən gizir bu 2 əskərlə birgə alaqaranlıqda səhər tezdən yanacaq doldurma məntəqəsinə gedəcəkdir. Özü kənarda gözləyəcək. Bu 2 əskər isə yanacaq doldurma məntəqəsinə yaxınlaşacaq, avtomat silahla orada işləyən şəxsi qorxudacaqlar və yanacaq doldurma məntəqəsində olan pulu götürüb qaçacaqlar. İlk planda insan öldürmək və atəş açmaq kimi bir niyyətləri olmayıb. Plan beləcə qurulmuşdu, amma həmin gecədə yanacaq doldurma məntəqəsində yaşlı kişinin növbəsi olmalı idi. Qismət belə gətirir ki, həmin yaşlı kişi xəstələnir. Onun yerinə təxminən 45-46 yaşlarında başqa bir adam gəlir. Həmin adam da bu gizirin qohumlarından biri olur. Amma gizirin bundan xəbəri olmur bir müddətdir. O körpünün yanında öz maşınını saxlayır və əskərlərə tapşırır ki, formalarını tərsinə geyinsinlər. Çünki yanacaq doldurma məntəqəsinin işçisi onların hərbiçi olduğunu bilməməlidir. Buna görə onlara formalarını tərsinə geyindirir və 2 əskər
yavaş-yavaş yanacağı doldurma məntəqəsinə yaxınlaşırlar. Müşahidə edirlər ki, bir nəfər şəxs içəridədir, otaqda oturub və televizora baxır. Gözlənilmədən əsgərlərdən biri əlində avtomatla içəri girir və onu qorxutmağa başlayır ki, yanacaq doldurma məntəqəsində nə qədər pul varsa, hamısını versin. Bu zaman həmin şəxs, yəni işçi, baxır ki, qarşısındakı gənc uşaqlardır. Ayağa qalxır və pul çıxarmaq məqsədi ilə stolun küncünə yaxınlaşır. Bu zaman ona tuşlanmış silahı, avtomatı əsgərin əlindən çəkib alır. Təbii ki, bu şəxs fiziki cəhətdən əsgərdən güclü olduğuna görə silahı onun əlindən ala bilir. Silahı alınan kimi əsgər qaçmağa başlayır. Həmin şəxs çölə çıxaraq əsgərin arxasınca gedir və bir daha əmin olur ki, onlar 2 nəfər idilər və hadisə yerindən qoşulub qaçırlar. Onların əsgər olduğunu bilmir və arxalarınca bir atəş açır. Həmin atəş əsgərlərdən birinin ayağına dəyir. Lakin onlar uzaqda gözlədikləri maşına minirlər, yəni Gizirin maşına oturaraq aradan çıxırlar. Gizir görür ki, orada atəş açılır və soruşur nə baş verib. Əsgərlərdən biri deyir ki, yanacaq doldurma məntəqəsində yaşlı kişi yox, cavan bir insan var idi və avtomatı ondan alıb. Gizir baxır ki, əsgərlərdən birinin ayağından qan axır, yaralanıb. Beləcə, yanacaq doldurma məntəqəsində avtomat silah da qalmış olur. O isə düşünür ki, həmin silahın nömrəsi ilə gəlib onları tapacaqlar. Çünki həmin avtomat silahı Gizirin özünə təhkim olunmuş silah idi. Gizir qərara gəlir ki, avtomat silahın dalınca geri qayıtsın. Əsgərləri maşından düşürür, özü isə yanacaq doldurma məntəqəsinə qayıdır. Yanacaq dolduracaqmış kimi məntəqəyə daxil olur və bu zaman görür ki, otaqdan çıxıb onun yanına gələn şəxs öz qohumudur. Qohumu onu görən kimi deyir ki, bura indicə hücum eləmişdilər. Mən də əllərindən avtomatı almışam. Bu zaman avtomat artıq işçinin əlində idi. Gizir soruşur, zəng eləmisənmi hüquq mühafizə orqanlarına? İşçi isə cavab verir ki, bəli, bu dəqiqə polis də, prokurorluq da gələcək. İndi onları gözləyirəm. Gizir yanacaq doldurma məntəqəsinin şılanqını maşının benzin bakına salarkən qəfildən işçinin əlindən avtomatı çəkib alır. İşçi isə heç nə başa düşmür və deyir, sən silahı niyə məndən aldın? Gizir cavab verir ki, hadisəni törədənlər bizim uşaqlardır. Bir səhv ediblər, bir qələt ediblər, bu məsələni yoluna qoyaq getsin. İşçi isə etiraz edir ki, deyir, necə yoluna qoyaq? Mən prokurora da demişəm, polisə də məlumat vermişəm, indi hamısı gələcək. Bəs mən onlara nə deyim? İşçi Gizirin üstünə gedir ki, avtomatı ondan alsın, Gizir isə maşının ətrafında dövrə vuraraq qaçmağa başlayır. İşçi də Gizirin arxasınca qaçır ki, silahı ondan alsın. Bu zaman Gizir silahla onun boğazına və baş nahiyəsinə atəş açır. Həmin şəxs beləcə orada həyatını itirir. Bundan sonra Gizir öz maşınına minib silahı götürərək yanacaq doldurma məntəqəsindən uzaqlaşır. Uzaqlaşarkən maşınının bakının, çəninin qapağını bağlamaq yadından çıxır və qapaq orada qalır. Beləcə onu ələ verən ilk sübut elə avtomobilinə məxsus benzin çəninin qapağı olur. Sonra hərbi hissəyə qayıdaraq məlumat verir ki, güya əsgərlərindən biri erməninin atdığı atəş nəticəsində ayağından yaralanıb. Məsələ prokurorluq tərəfindən araşdırılır və sonra həqiqət üzə çıxır. 2 əsgər basqına görə, quldurluğa görə məsuliyyətə cəlb olunur. Gizir isə həm quldurluğa, həm də tamah niyyəti ilə qəsdən adam öldürməyə görə məsuliyyətə cəlb olunur və onlar müvafiq maddələrlə cəzalandırılaraq həbs olunurlar. Təbii ki, hadisəyə sonradan soyuq başla baxdıqda bir detal diqqətinizi çəkir. Yanacaq doldurma məntəqəsində çalışan şəxs gərək ki, silahı Gizirdən almağa çalışmazdı. O, eləcə Giziri buraxardı ki, yaxşı, get. Amma təbii ki, ora hüquq mühafizə orqanları gələndə onlara bu barədə məlumat veriləcəkdi və Gizir daha tez həbs olunacaqdı. Eyni zamanda həmin şəxs də, işçi də güllələnməyəcəkdi, həyatından məhrum olmayacaqdı. Amma təbii ki, bütün bunlar cinayət baş verəndən sonra soyuq başla analiz zamanı ağla gəlir. Həmin yerdə
həmin hücumdan yenicə çıxmış bir insanın, əlində silah olan bir insanın özünü aparması isə yəqin ki, belə də ola bilər. Sizi isə basqından, cinayətkarlıqdan uzaq qalmağı arzulayırıq. Salamat olun.